mübarək Yasin surəsinin 68-ci ayəsi. Allah Teala buyurur: وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ أَفَلَا يَعْقِلُونَ. Hər kəs zavallı, qocalıq, qadınlı kişi bilir ki, qocalıq qaçılmaz, tanınmaz real bir faktdır. İndi gördüyümüz bu yaşlı insanlar zamanında cavan oldular. Bir cavanlar da zaman keçsə, ömürdən vəfat olsa, o yaşlılar tək olacaq. Bizimlə vaxtikən bir arada, bir səhvdə, bir məsciddə namaz qılanlardan indi aramızda olmayanlar var. Bir vaxt olacaq, sən də, mən də onların biri olacaq. Demək, yenilməz qüdrət sahibi olan uca Allah, kainatın nizam və intizamında dünyaya gələndə insan onun qaydaya ehtiyacının olduğunu və zamanla güclərin, qüdrətlərin və gücünün, qüdrətinin əlindən getdiyini bizə göstərir. Əslində, qocalıq acizlik deyil. Qocalıq, belə deyək, elgilidir, zəngilik deyil, zillət deyil. Ucalıq və hörmət, vüqar və başqalarının da imtihanı alır.